Son illərin ölkəmizlə bağlı beynəlxalq kino aləmində əsl hadisəyə çevrilmiş Kinomexanikin Qayıtması sənədli filmi Azərbaycan Kinematografçılar İttifaqının dəstəyi ilə yenidən Bakıda nümayiş olundu. Bu dəfə çoxsaylı tamaşaçıların elə çoxsaylı xahişi ilə. Martın 11-də Azərbaycan Kinematografçılar İttifaqının təşkilatçılığı ilə kinorejissor Orxan Ağazadənin Kinomexanikin Qayıdışı filmi Cinemastercard Azərbaycan Kinoteatrında yenidən tamaşaçıların ixtiyarına verildi. Kinoşünas Sevda Sultanovanın ənənəvi qısa açılış nitqinə nəzər salaq. Bugün isə bildiyiniz kimi biz Azərbaycan Kinematografçılar İttifaqının təşkilatçılığı ilə Orxan Ağazadənin Kinomexanikin Qayıdışı filmini göstərəcəyik. Bu artıq bizim ikinci nümayişimizdir. Çünki tələbat çox idi, istək çox idi. Ona görə bunu nəzərə alaraq biz bu filmi yenidən göstərdik. Daha sonra işıqlar söndü və kino ekranda tamaşaçı ilə özü haqqında danışmağa başladı. Gəlin bir qədər filmin süjet xəttinə nəzər salaq. Filmin əsas personajı Samid oğlunu iş qəzasında itirəndən bəri tənhalıqla və melanxolik hisslər ilə mübarizə aparır. O, kənddə kino nümayişlərini canlandırmaq üçün işə başlayır. Samid gənc Ayazı da özünə qoşulmağa təşviq etməkdə çətinlik çəkmir. Ola bilər ki, Samid və Ayaz arasında 50 yaş fərq olsun. Amma onların kinoya böyük həvəsi var və hər ikisi ucqar kənddə kinonu canlandırmaq ideyası ilə yaşayırlar. Onlar birlikdə kənd əhalisini kino ekranı üçün yer tikməyə inandırmalı, köhnə proyektorları təmir etməli, rəhbərlikdən icazə almalı və layihə ilə bağlı şayiələrə məhəl qoymamalıdırlar. Samid kinomexanik kimi sənətini, səbrini və biliyini aşılayır. Yeni başlayan kinorejissor Ayaz isə müasir dünya ilə sanki inteqrasiya yaradır. Onlardan biri həyatı, digəri isə kədəri ilə irəliləyir. 23 fevral 2022 yıl. Rusya Prezidenti Vladimir Putin'in emriyle Rus ordusu Ukrayna'ya hücum edildi. Xatırladaq ki, 2024-cü ilin istehsalı olan film Azərbaycan və Talış dillərində çəkilib. Filmin ümumi xronometrajı 87 dəqiqədir. Filmin rejissoru və ssenari müəllifi Orxan Ağazadə, təsvir rejissoru Daniel Quliyev, montajçısı Nikol Şeymer, səs rejissoru Morteza Nacaflo, prodüserləri Lino Rettinger və François Perrier Clavel'dir. Film Almaniya və Fransanın müştərək istehsalıdır. Tamaşaçılar Kinomexanikin qayıdışını elə maraqla seyr etmişdilər ki, növbəti seansı da o cür maraqla izlədilər. Xatırlatmaq istərdik ki, filmin noyabr ayında təşkil edilən nümayişindən sonra geniş heyətlə müzakirə keçirilmişdi və elə nümayişdən sonra filmin rejissoru və ssenari müəllifi Orxan Ağazadə, təsvir rejissoru Daniel Quliyev səhnəyə çıxaraq kinoşünas Sevda Sultanovanın moderatorluğu ilə müzakirədə iştirak etdilər. Deməli, orada aparat təsadüfən, yəni düşünülmüş bir şey değildi. Orxan, sən də etiraf elə. Aparat xarab olanda sevindin sən. Təbii ki, təbii ki. Məncə hamı sevinər. Ki orada növbəti bir konflikt. Tamaşaçılarımıza maraqlı olduğuna görə, ona görə istəyirəm ki, bax film necə yanıb, ideyası necə oldu, çəkilişlər necə oldu və sonra da Daniel siz danışarsınız. Buyurun Orxan. Filmin çəkilişlərin obyektovka belə deyək də, məkanların axtarışına gedəndə qar yağdı, biz orada qaldıq, çıxa bilmədik və gecələdik Səmidin evində. Və o biləndə ki, biz yəni, kino adamlarıyıq, o dedi ki, bəs gəlin mənim padvalına yenək, orada mən sizə nəsə göstərəcəm. Və bu kino aparatları göstərdi və dedi ki, bəs bir lampiçka problemi var və onun belə bir arzusu var ki, yenidən film göstərsin. Ondan sonra mən diplom işini bitirmək üçün qayıtdım Londona. Daha sonra geri dönəndə, yəni yenidən o kəndə getdim ki, bir halatlar tutum, ümumiyyətlə görüm ki, neyinir, nə işdir, necə fikri nədir ümumiyyətlə, həmin fikirdə qalıbmı və beləcə yarandı, yavaş-yavaş başladıq. Filmin operator işinə görə Daniel nüfuzlu mükafat alıb. Mən istərdim Daniel, siz çəkiliş prosesini necə keçirdiniz? Yəqin ki, operator, çünki burada rejissorla operator işinin doğrudan da çox harmonik, organik bir əməkdaşlığı görünür. Buyurun. Orxan birinci dəfə gələndə ki, belə bir fikri var. Orada Səmid əmi deyirik də, film göstərmək istəyir, onun haqqında sənədi film çəkmək istəyir. Mənə əsas marağımı çəkən onunla, çünki biz əvvəl nə baş verəcək bilmirdik də, əsas diqqətimi çəkən oldu ki, onun lampası yoxdur, onu axtarır. Birinci konflikt bizdə o idi.
Biz ona görə hələ ki fikirləşdik, birinci gedib test çəkilişləri eləyə görə ümumiyyətlə nəyə oxşayacaq, necə alınacaq, çünki heç bir anlayışımız yox idi. Amma məkana çatandan sonra o təbiəti mən özüm də birinci dəfə görürdüm. Ondan sonra bizim aramızda belə deyim də müzakirə başladı ki, biz bunu necə çəkək, ümumiyyətlə necə görüntü olsun, hansı formada yaxınlaşaq. Belə ümumiyyətlə oranın sakit ve poetik atmosferi daha çok bizi tuttu. Ve ona göre de bunu daha çok böyle sinematik ve poetik şekilde istədik çatdıraq. Ekranda kino yaratmaq, hadisələri ekrana köçürmək sözün əsl mənasında müqəddəs vəzifədir. Və kino bir zamanlar əyalətlərdə, rayonlarda nümayiş olunanda elə məhz bu səbəblərdən əsl bayram yaşanardı. Hətta elə insanlar vardı ki, onlar elə doğma kəndlərindən kənara çıxmadan ekran qarşısına toplaşır və bütün biliklərini məhz kino vasitəsilə alırdılar. Bugün həmin kəndlər beynəlxalq ekranlardadır. Bir daha xatırladırıq ki, Kinomexanikin qayıdışı 2024-cü ilin aprel ayında İsveçrədə nüfuzlu Visions do Rio beynəlxalq film festivalında, eləcə də bu ilin oktyabr ayında Amerika Birləşmiş Ştatlarında keçirilən Chicago beynəlxalq film festivalında iştirak edib. Əcnəbi kino tənqidçilər filmi təqdirə layiq hesab edərək onu dünya kinosunda müxtəlif formalarda təzahür edən yeni dalğanın təcəssümü kimi qiymətləndiriblər.